hiss ilə deməliyəm ki, birliyin, bolluğun və zəfərin rəmzi olan narlar artıq Qarabağ torpaqlarında, zəfər bağlarında yetişdirilir. Uzun illər səssiz qalan bu torpaqlar artıq zəhmətin, ümidin və zəfərin bəhrəsini verir. Hə İlqar dayı, deyəsən zəfər bağlarında nar yığımı mövsümü artıq başlayıb. Elədir Əli. Zəfər torpaqlarında ümidlə, zəhmətlə, qürurla yetişdirdiyimiz ağaçlar artıq öz bəhrəsini verməyə başlayıb. Bu narların dadında da bir fərqlilik var. Elədir Əli. Təbii ki, bu narlarda Qarabağın günəşinin, torpağının, suyunun, hamısının dadı birləşib. Biz bu narları ehtiyatla yığıb Bravoya göndəririk. Bu torpaq təkcə məhsul vermir, həm də bizə qürur verir. Çünki bu torpaqda yetişən hər nar zəfərin, inamın və gələcəyin dadıdır. Qarabağ torpağının nəfəsi ilə yetişən bu narlar zəfər bağlarından Bravoya, buradan səsin süfrənizə yol açır. Doğru seçim.